Dəyərli izləyicilər, sizlər üçün bu gün Binatçı qəsəbəsində çox gözəl yerdə 3 sotlu, 3 otaqlı, belə gördüyünüz Abisovka daşlarına üzlənilmiş çox gözəl evin təqdimatına gəlmişəm. İlk öncə elə həyəti ilə tanış olaq. Həyəti çox böyükdür. Yanında və qabağında yeri var. Rahatlıqla 2-3 maşın saxlamağa yeri var. Yaşıllıq hissələri gördüyünüz kimi qabağında da, yanında da yaşıl hissəsi var. Evin dörd bir tərəfindən məsafəsi var. Burada evin çöldə olan əldamıdır. Tam hazır vəziyyətdədir. Yerinin qrantinə vurulub və bu hissədə də çöl üçün sanitär sanitar qovşağı tam hazır vəziyyətdə, aksesuarları hamısı yerindədir. Evin hər bir tərəfindən məsafəsi var. Yuxarısında bak yeri var, bak qoyulub. Burada gördüyünüz əl-üzüman yeridir çöl üçün. Evin dörd bir tərəfindən məsafəsi var. Yenə də qeyd edeyim. Evimiz kürsülü evdir. Bu hissə teras hissəsidir. Mətbəxdən giriş-çıxış üçün qapıda qoyulub. Kombi hissəsi burada yerləşir və onu da qeyd edeyim, hər bir pəncərənin də reşotkası var. Keçək evimizin daxilinə. Evimiz istipoldur. Gördüyünüz kimi koridor, mətbəx, zal, qranit hissələrdən ibarətdir. Bu hissə zal hissəsidir. Gördüyünüz kimi çox gözəldir. Evimiz işıqlı evdir. Gözəl işıqlandırma sistemi quraşdırılıb. Hələ pərdələr bağlıdır, ona nisbətən çox işıqlıdır. Bura bizim mətbəximizdir. Gözəl bahalı mətbəx mebeli quraşdırılıb. Onu da qeyd edeyim, İstəyə uyğun əşyalı da satıla bilər, əşyasız da. Mən indi əşyasız qiyməti deyəcəm. Əşyalı qiyməti özünüz razılaşarsınız ev sahibi ilə. Bura birinci yataq otağı və kim istəsə bu evi ipoteka ilə də ala bilər dəyərli izləyicilər. Kollektor sistemi yığılıb tam hazır vəziyyətdə. Burada ikinci deçki otaqdır. Çox gözəl aboylardan istifadə olunub, gizli işıqlardan, lüstrdən hamısı gözəldir. Və sanitär sanitar qovşağı, bahalı aksesuarlar qoyulub, bahalı qranitlər vurulub. Dəyərli izləyicilər, yenə də qeyd edim, evimiz bina açılıqda yerləşib, 3 sotlu, 3 otaqdan ibarətdir. İlkin start qiyməti 145.000 manatdır. 145.000 manat. Kimsə sədaqə saxlasın, ipoteka ilə də ala bilərsiniz.